Növbəti sualın izahına baxaq. Tapşırıq 6. Deyir ki, m-in hansı qiymətlərində tənliyin həlli var? Aha. Deməli. Biz ilk öncə bu tənlikdə nə edəcəyik müəllimlər? Əlbəttə ki, biz sinus x çıx kosinus x formalı ifadələri görəndə həmişə bunları cəm və fərq düsturuna gətirmək ağlımıza gəlməlidir mütləq. Baxın, bura köşdə 2 var. Baxın, bu çox yaxşı bir şeydir. Köşdə 2-nin hər tərəfi bölək köşdə 2-yə. Buraya eləyəcək 1 böl köşdə 2 sinus x. Daha sonra çıxılsın 1 böl köşdə 2 kosinus x bərabərdir loqaritma 4-dən m. Əla. Baxın, 1 böl köşdə 2-nin yerinə mən nə yaza bilərəm? Məsəl üçün yazıram sinus 45 dərəcə və yaxud da kosinus 45 dərəcə. Hansı ilə işləyək? Hansı bizim üçün əlverişlidir? Fərq etməz əslində qalsa. Məsələn, mən sinusla işləmək istəyirəm, sinus yazıram. Daha doğrusu sinusun düsturuna əmələ gətirməyə çalışıram. Bura kosinus 45 yazıram. Çıxılsın kosinus x sinus 45 bərabərdir loqaritma 4 əsasdan m. Əla. Super. Bu nəyin düsturu oldu? Dediyim kimi sinus x çıxılsın 45 dərəcənin düsturudur. Bərabərdir loqaritma 4-dən m. Super. Bizə deyir ki, bu tənliyin həlli var. M-in hansı qiymətlərində? Baxın, bizim bu ifadəmiz sinusa bərabərdir. Və biz demişdik ki, sinusun bucağından asılı olmayaraq, onun təyin oblasti, daha doğrusu qiymətlər oblasti -1-dən 1 arasında dəyişir. Yəni, loqaritma 4-dən m 1-dən kiçikdir, -1-dən böyükdür. Əla. Bunları ayrı-ayrı bərabərsizlik kimi yazıb həll edək. 1-dən kiçik, m nədən kiçikdir? 4 üstü 1-dən, yəni 4-dən. Daha sonra loqaritma 4-dən m böyükdür bərabərdir -1-dən, m də böyükdür bərabərdir 4 üstü -1-dən, yəni 4-də 1-dən. Əla. Deməli, m 4-dən 1-dən böyük, 4-dən kiçikdir. Əlbəttə, burada cavabımız olacaq Y variantı.